Hamısı sağ görər. Bax gel uşaqların gününü gör. Qan tərin içindədirlər. Göm həriflər. Şuursuzla o qədər döymüşəm, o qədər döymüşəm. Gel uşaqların bir gününü gör. Azyaşlı övladlarını döyərək işgəncə verən ata törətdiyi bu əməlləri qəhrəmanlıq kimi həyat yoldaşına WhatsApp vasitəsilə səsli mesajla bildirib. Hadisə Ağstafa rayonunun Yenigün kəndində baş verib. Uşaqların anası Günel Bayramova iddia edir ki, həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev aralarında baş verən mübahisələrə görə azyaşlı övladlarını mütəmadi olaraq incidib. Sonuncu dəfə Günel Bayramova həyat yoldaşı ilə yaranan dava səbəbindən ata evinə gedib. Oruc Əliyevin evdə olmadığı bir vaxtda ana uşaqlarını görməyə gəlib. Bundan xəbər tutan ata isə uşaqlar anaları ilə görüşdüyünə görə onları döyərək işgəncə verib. İndi uşaqların bədənləri yara səpibdir. Burada da həkimdən də keçdilər, ayaqları göyərib, qızın güngü göyəribdir. Nə ilə döyüb uşaqlar? Şıvortu ilə, ağacla, şıvortu ilə döyübdür. Səbəbi deyib ki, mən dünən yas yerindəydim, uşaqlara yemək yaparmışdım. Deyib ki, niyə ananızla görüşürsünüz? Ananızla görüşmüyün. Onun üstündə döyübdür. Uşaqlarım az yaşlıdır. Biri 4-cü sinifdir, biri 3-cü sinifdir, biri də 1-ci sinifdir. Deyir ki, get işləyirsən eləmi. O 2 saniyə zəng elədi, o 2 saniyə belə dedi. İşləyirsən, heç kimlə əlaqə saxlama. Zəng gəlir, özü cavab verir. Sonra deyirəm ki, zəng gəlir, deyir, yox, sən cavab vermə, özüm cavab verəcəm. Bunun üstündə. Özü də işləmir. Özü də qırlıqda işləyir, özünə baxır, eləcənə. Bir də görsən, gecənin bir yarısı döyür, tez olun siqaret alın. Uşağı göndərəm, az yaşlı qızı gedir, siqaret alır, gətirir ki, bizi döyməsin. Bir dəfə keçən il o bir döyülmüşdü uşaqları. Tranikin şunurundan. Gün gəlmişdi bədənləri ki, siqareti yox idi. Onda qaynanam da rəhmətə getməmişdi. Yəni sizin heyfiniz uşaqlardan çıxır. Bəli, bəli. Azyaşlılar bildiriblər ki, ataları həm onları, həm də analarını günlərlə müxtəlif əşyalarla döyüb və işgəncə verib. Onlar həmçinin atalarının spirtli içki aludəçisi olduğunu da qeyd ediblər. Bizi gözəl marketə göndərir, siqaret al, bir də kilitli piva. Sonra biz evə gəlir, bizi döyür. Sizi döyür. Bərk mi vururdu? Haranıza vururdu? Belimizə yumruq vurur, qarnımıza vurur, şapalaq vurur bizim üzümüzə. Azyaşlılar xəstəxanaya yerləşdirilib. Ağstafa rayon xəstəxanasından verilən məlumata görə müayinə zamanı uşaqlarda ciddi xəsarət aşkar edilməyib. Qeyd edək ki, zərər çəkən uşaqlardan ikisi oğlan, biri isə qızdır. Bu həm qadının, həm də kişinin ikinci ailə həyatıdır və onların rəsmi nikahı yoxdur. Qadının birinci nikahdan olan 2 övladı isə hazırda anasının himayəsindədir. Sözü gedən azyaşlılar aidiyyatı qurumların əməkdaşlarının iştirakı ilə ekspertizaya cəlb olunublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Məsələ ilə bağlı Ağstafa rayon polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. Fuad Nazimoğlu, Elşad Cəfər, Sənan Bəhrəmli, APA TV, Ağstafa.